Paytaxtın müxtəlif küçə və prospektlərində hərəkət edən 10Y007 dövlət qeydiyyat nişanlı Bentley və 10Y002 nömrəli Range Rover markalı lüks avtomobillər sosial şəbəkələrin gündəminə düşüb. Bölgə TV 32 gün aza istinadla bildirir ki, avtoşluq və sürət həvəskarlarının paylaşım etdiyi səhifələrdə geniş müzakirə olunan bu görüntülər izləyicilərin böyük marağına səbəb olub. İnternet resurslarında və sosial platformalarda aparılan araşdırmalar sözügedən bahalı nəqliyyat vasitələrinin sabiq millət vəkili Sabir Rüstəmxanlı və hazırki deputat Tənzilə Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlıya məxsus olduğunu üzə çıxarıb. Cəmil Rüstəmxanlı əvvəllər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini və qurumun investisiya idarəsinin rəisi vəzifələrində çalışıb. Dövlət postu ilə yanaşı, o həm də idman sahəsində fəaliyyət göstərərək Azəryol voleybol klubuna rəhbərlik edib. Lakin onun rəhbərliyi dövründə klubun fəaliyyətinin əhəmiyyətli dərəcədə zəiflədiyi bildirilir. Yayılan xəbərlərə görə Cəmil Rüstəmxanlı rəsmi istefa xəbərlərindən təxminən bir ay öncə 2022-ci ilin noyabr ayında tutduğu vəzifədən ayrılıb. Məlumata görə o işindən ayrıldıqdan sonra Türkiyəyə köçüb və hazırda orada biznes fəaliyyəti ilə məşğul olur. Xatırladaq ki, Y seriyalı nömrə nişanları ölkədə elit nömrələr hesab olunur və onların paytaxt küçələrindəki görüntüləri tez-tez müzakirə mövzusuna çevrilir. Sözügedən məlumatlar həm sosial şəbəkələrdə, həm də müxtəlif xəbər portallarında yer alan iddialara istinadən hazırlanıb. Həm sosial şəbəkələrdə, həm də yerli xəbər saytlarında yayılan məlumatlara görə sözügedən nəqliyyat vasitələri məhz adı çəkilən şəxsə məxsusdur.